Rahman-Rahim, Maliki Yevmiddin. Maliki Yevmiddin nədir? Hesabatını bilir. Hesabatını bilən adam, kimin ki qarşısına hesabatı verilməyən insan çox təhlükəlidir. Çünki bilmir, onun başının sahibi yoxdur. O deyir ki, mən azad deyil də, o öz başınadır. O ki, bilsə ki, mənim işlərimin, günümün, güzaramın, hər bir şeyini, çünki insan üçün ən dəyərli olan zamandır. O zamanın da hesabatı verilməlidir. Verildiyi zaman xoşbəxt insan olur. Və bu səbir içə atmadır. Bu günləri bir çox insan kimi dindirsin, deyir, hə, mən səbirliyim. Səbirli deyirlər, içə atmaq səbirli deyil. Səbir, belə tərcümə edeyim də, mən sizin üçün daha doğru çıxsın. Sonunu görmək deməkdir. Əgər mən içə atıram, heç cavab vermirəm, son zamanı gələndə patlayımsa, bu səbir deyildi. Sadəcə zamanında sözümü deyə bilməmişəm. Bizim insanlar bunu dərk etməyib elədi. İçə atmanın səbrin fərqini. Böyüsün, Quran deyir ki, ehdina sırata müstəqim. Mənə hər gün istiqamətli bir yol axtarırım. Bir insanın istiqaməti varsa və istiqamətini təyin edib də, məsələ üçün, mən filan yerə gedəcəm və filan yerdə işimi bitirəcəm. O adamın qeyri-pozitiv olma ehtimalı sıfırdır. Tövsiyə, hər gün 70 dəfə istiğfar edin, bölüşdürün öz beyninizdə 7 dənə ana problemli məsələlərinizi, oradakı hansısa emosion, kinlə bağlı ola bilib, sevgi ilə bağlı ola bilib. Çünki insan sevgidən də tövbə eləməlidir. Çünki sevsən, başına bəla açacaqsan.